أشهد أن محمدًا رسول الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ويل للمطففين الذين إذا اكتالوا على الناس يستوفون وإذا كالوهم أو وزنوهم يخسرون ألا يظن أولئك أنهم مبعوثون ليوم عظيم يوم يقوم الناس لرب العالمين قال رسول الله صلى الله عليه وسلم اللهم اكفني بحلالك عن حرامك وأغنني بفضلك عن من سواك. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamdü senalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat salamlar olsun. Sizlere ve özme uca Allah'a karşı təqvalı olmağı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan getmeyi tövsiye edirəm. Etdiyim nəsihətlər öncə özmə, sonra siz değerli qardaşlarımadır. Möhtərəm Müslümanlar, bugünkü xütbəmiz günümüzün en problemli, diqqət edilməyən məsələlərindən olan halal qazancla bağlıdır. Bilmək lazımdır ki, həyat bir ticarətdən ibarətdir. Quran-ı Kərimdə və hədislərdə həyat ticarət üzərindən təsvir edilmişdir. Bu mənada Rəbbimiz xeyirli ticarətin nə olduğunu bizə bildirərək buyurur ki, İnna Allaha iştara minəl mu'minina anfusahum və amwalahum bi enne lahumul cennə. Şübhəsiz ki, Allah müminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Bunun əksi olan zərər etdirən ticarət isə imanı verib küfrü, hidayəti verib zəlaləti, cənnəti verib cəhənnəmi satın almaqla olur. Allah-u Teala belə kimsələri Quran-ı Kərimdə belə təsvir edir. Ulaikellezine işteravu'd-dalalete bil-huda vel-azabe bil-mağfira. Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə də əzabı satın almış kimsələrdir. Gündəlik həyatda da hər bir insan səhər evindən çıxar, axşam ya nəfsini satmış, ya da nəfsinə satılmış kimi evinə qayıdar. Bunlardan ən qazanclı ticarət isə ayət kərimədə buyurulduğu kimi وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللّٰهِ. İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün nəfsini cənnət qarşılığında Allaha satar. Möhtərəm möminlər, uca Allah başda bütün peyğəmbərlərə, sonra bütün möminlərə, sırasıyla bütün insanlara halal və təmmiz olanı yeməyi əmr etmiş və buyurmuşdur. وَكُلُوا مِمَّا رَزْقَكُمُ اللّٰهُ حَلَالًا طَيِّبًا وَاتَّقُوا اللّٰهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ. Allah'ın size ruzi olarak verdiği halal, təmiz nemətlərindən yeyin və iman gətirmiş olduğunuz Allah'tan qorxun. Hər birimizin qazancında ən dəyərli sərmayə dürüstlükdür. Böyüklər buyururlar ki, bir şeyini itirən sadəcə onu, dürüstlüyünü itirən hər şeyi itirər. Ruzisine göre yola çıxan biri üçün dürüst olmaq çətin olduğu üçün Allah Resulü sallallahu aleyhi ve sellem sözündə, əməlində dürüst və etibarlı tacir peyğəmbərlər, sıddıqlar və şəhidlərlə bərabərdir, vurğulamışdır. Qazancın halal olması üçün mütləq əmək, sərmayə, həm də məsuliyyət lazımdır. Resulullah sallallahu aleyhi ve sellem bu haqda belə buyurur. Mənfəətin məsuliyyətin nisbətindədir. Yəni, məsuliyyətin nədirsə, mənfəətin də odur. İnsanı haram olan qazanca aparan şey mal-mülk qarşısında zəif olmasıdır. Onun hərisliyi
azgözlüyüdür. İnsanın var dövləti artdıqca daha çox istəyər. Bu zaman da halal harama baxmaz. Bu məsələni Allah Resulü sallallahu aleyhi və səlləm necə də gözəl ifadə edir. Əgər Adəm övladının bir vadi dolusu qızılı olsa, o 2 vadi dolusu qızıl istər. Onun ağzını isə yalnız torpaq dolduracaqdır. Değerli qardaşlarım, halal qazanca diqqət edən şəxs mütləq ki, qul haqqını da qorumalıdır. Rəbbimiz qul haqqı məsələsini Mutaffifin surəsində çox incə bir üslubla xatırladır. Çəkidə və ölçüdə aldadanların vay halına. Onlar insanlardan bir şey satın aldıkları zaman tam ölçər. Başqaları üçün bir şey ölçdüklərində yaxud çəkdiklərində isə əksik ölçüb çəkərlər. Onlar təkrar ediləcəkləri düşünmürlərmi? Həm də böyük bir gündə. O gün insanlar aləmlərin Rəbbinin huzurunda duracaqlar. İnsan Allah üçün nə qədər də çox ibadət etsə, qul haqqına mütləq əməl etməli, qorumalı, hər haqq sahibinin haqqını verməlidir. Əks təqdirdə sabah hesab günündə böyük məhkəmədə haqq sahibləri ondan öz haqlarını alacaqlar. Resulullah sallallahu aleyhi və səlləm bu mənada buyurur ki, halallaşmadan ölüb gedən şəxs ahirətdə qəsb etdiyinin hesabını mütləq verəcəkdir. Möhtərəm müminlər, müəyyən ayələrin təfsirinə baxdıqda qazancın halal ya da haram olması insan davranışı üzərində təsirli olduğu vurğulanır. Halaldan əldə edilən qidanın insanı yaxşılığa, haramdan əldə edilən qidanın insanı pisliyə apardığı vurğulanır. Rəbbimiz buyurur ki, وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ وَالَّذِي خَبْثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًا. Təmiz torpağın məhsulu Rəbbinin izni ilə bərəkətli çıxar və kirli torpağın məhsulu isə kirli çıxar. Baxın, ayətdə də göründüyü kimi, bərəkətli torpaqlardan xoş məhsul çıxdığı bildirilir və bunun kimi təmiz qazancdan da insan üçün huzur, qazancda bərəkat, ətrafına hörmət və sevgi ortaya çıxarır. Nəticə etibarilə deyə bilərik ki, bu dünyanın ahirəti də var. İnsan bu dünyada qalmaq üçün deyil, yaxşını pisdən seçmək üçün göndərilib. Əlimizə avans olaraq verilən ömür sərmayəsini düzgün şəkildə istifadə edərək ahirət həyatında əbədi xoşbəxtlik yurduna, cənnətə gedə biləcək bileti təmin etmək üçün istifadə etməliyik. Bunu edərkən də əsla kimsənin haqqına təcavüz etməməli, dürüst olmalı, əlimizdəki imkanları səmərəli istifadə etməli, insanlarla münasibətlərimizdə ölçülü olmalıyıq, halal harama xüsusunda həssas olmalıyıq, yoxsa qulluq həyatımız alt-üst olar. Xutbəmizi Resulullah sallallahu aleyhi və səlləmin Həzrət Əli radiyallahu anhə öyrətdiyi bir dua ilə bitirirəm. Allahümmə kfinə bihaləlikə an haramikə və ağninə bifadlikə amman sivək. Allahım, haramlardan bizi uzaqlaşdır, halal olana qənaət etdir, lütfünlə bizi kimsəyə möhtac etmə. Ələ innə əhsənəl kələm və əbləğən nizam, kələmullahil məlikil əzizil əllam, kəmə qalallahu təbarəkə və təalə fil kələm, və izə quriəl Qur'an fəstəmi'u ləh, və ansitu ləalləkum turhamun, ə'udhu billahi minəşşeytanirracim, bismillahirrahmanirrahim. إن الدين عند الله الإسلام.